Tamam. Bugün size Python'da çok sade ama meraklı bir meselenin göstereceğim. Çökemli ədədin rəqəmlərinin cəmini tapacaq. Yəni, ixtiyari üç rəqəmli ədəd götürək və həmin ədədin rəqəmlərinin cəmini hesablayan proqramı qurmaq. Tutaq ki, bizim məsələmiz ədədimiz 245-dir və məsələnin şərtinə görə bu həmin 245-in rəqəmlərinin cəmini hesablayıb nəticəni ekrana çıxartmaq lazımdır. Demək, burada addımlar nədən ibarət olacaqdır? Birinci, biz bu üç rəqəmli ədədi klaviaturadan daxil ediriksə, yəni ixtiyari bir ədəd götürürüksə, onda biz bunu klaviaturadan daxil edəcəyik. Bunun üçün də int input operatorundan istifadə edəcək. Yəni, in bərabərdir, int input 3 rəqəmli ədədi daxil et. Niyə biz burada int yazdıq? Çünki biz bilirik ki, input operatorundan istifadə edərkən klaviaturadan daxil etdiyimiz ixtiyari verilənlər sətir tipində olur və biz int operatorunun inputun qarşısında yazmaqla klaviaturadan daxil etdiyimiz sətir tipində olan rəqəmləri tam ədədə çeviririk. İkinci addımımız nə olacaq? İkinci addımımız bizə lazımdır ki, üç rəqəmli ədədin təkliyini tapmaq. Yəni, bunun üçün nə edirik? Təklik. Biz hər hansı bir dəyişən götürə bilərik. Mən bunu təklik adlandırdım. Yəni, tutaq ki, 5-in biz çıxartmaq istəyiriksə ekrana, yəni təkliyi ekrana çıxartmaq istəyirsə, onda belə bir ifadə yazacağıq. Yəni, ixtiyari bir ədədin təkliyini biz ekrana çıxartmaq istəyiriksə, onda həmin ədədi ona bölməlik, qalıqlı bölmədən istifadə edərək. Yəni, faiz bölünmüş 10. Burada nəticə nə olacaqdır? Yəni, biz bilirik ki, bu faiz işarəsi onu göstərir ki, ədədin tutaq ki, 10-a bölünməsindən alınan qalığı ekrana çıxartsın. Yəni, bizim ədədimiz 245-dirsə, bunu bu formada yazanda burada 245-in 10-a bölünməsindən alınan qalıq 5 olacaqdır. 5 də burada həm də 245-in təkliklər mərtəbəsində duran ədəddir. İkinci, daha doğrusu üçüncü, əgər biz onluğu çıxartmaq istəyiriksə, onda onluq adlı bir dəyişən daxil edirik. Onda nə edəcəyik? Deməli, istənilən ədədi, onluq mərtəbəsindəki olan ədədi biz cəmləmək istəyiriksə, onda həmin ədədi əvvəlcə ona tam ədədi bölmə işarəsindən istifadə edərək, əvvəlcə ona bölərək, alınan tam ədədi yenidən ona bölünməsindən alınan qalıqla biz həmin onluq mərtəbəsində duran ədədi çıxarda bilərik. Yəni, məsələ necə olacaq? 245-i ona bölərkən tam ədədi bölmədən istifadə edib. Bu zaman tam ədəd nə alınır? 24. Təzədən bu 24-ü ona bölünməsindən alınan qalığı taparıqsa, yəni faizli bölmədən istifadə edəcəyik, onda cavab 4 olacaq. Və bu 4 də həqiqətən də 245 ədədində onluq mərtəbəsində duran ədəddir. Üçüncü, bizə lazımdır ki, yüzlüklər mərtəbəsində duran ədədi ekrana çıxardaq. Bunun üçün də yenə yüzlük adlı bir dəyişən daxil edirəm. Bunun üçün nə edəcəyik? Həmin ədədi 100-ə böləcəyik, tam ədədi bölmə işarəsindən istifadə edərək. Burada da bax 245 demək bölünür 100-ə. Bu zaman 245-in 100-ə bölünməsindən alınan qalıq 2 olacaq. Buradakı 2 də həqiqətən 245-in yüzlüklər mərtəbəsində duran ədəddir. Sonra bu alınan ədədləri toplayaraq ekrana çap edən zaman bizim məsələmizin həlli tapılır. 5-ci mərhələmizdə
Hər hansı bir son bərabərlik, təklik, işte gələk onluq, işte gələk yüzlük. Bu dəyişənləri toplayırıq və məsələmizi həll edirik. 6-cı mərhələdə print son. Özün məsələni bitirir. Deməli, biz burada nəyə diqqət etmək? İstənilən 3 rəqəmli ədədin rəqəmlərinin cəmini tapmaq istəyirsə, əvvəlcə həmin ədədin mərtəbələrində duran ədədləri biz tapmalıyıq. Bunun üçün də birinci faizə bölmə, yəni təklik mərtəbəsində duran ədəd tapmaq üçün faizə bölmədən istifadə etdik. Yəni həmin ədəd ona bölünməsindən alınan qalı həmin ədədin təkliklər mərtəbəsində duran ədədi göstərir. Onluqlar mərtəbəsindəki ədəd tapmaq üçünsə əvvəlcə həmin ədəd ona tam ədədi bölmə əməlindən istifadə edərək bölürük. Sonra alınan ədədi də ona bölərək alınan qalığı yazırıq. Yüzlüklər mərtəbəsində isə həmin ədədi yüzə tam ədədi bölmə əməlindən istifadə edərək tapırıq. İndi biz bunu Python'da yazsaq, baxın, mən əvvəlcədən yazmışam və bunu indi icra edək. Proqramımıza ad verək. Aha, 3 rəqəmli ədədi daxil et. Ta ki 678. Həqiqətən də 678-in rəqəmlərinin cəmi 21 edir. Yəni 6 üstəgələ. Başqa bir nümunəyə baxaq. Hər hansı bir rəqəmli ədəd daxil edək klaviaturadan və onun rəqəmlərinin cəmini hesabladım. Biz bu sizinlə 3 rəqəmli ədədin rəqəmlərinin cəmini hesablayan proqramın qurulmasını öyrəndik. Bu proqramı öyrənmək bizə nə verir? Ümumiyyətlə biz 3 rəqəmli ədədin rəqəmlərinin cəmini bilməklə həmin ədədin 3-ə, 9-a, 6-ya, 18-ə və s. bölünməsini haqqında fikir yürüdə bilərik. Bəs 4 rəqəmli ədədin rəqəmlərinin cəmini necə qurarıq? Bunu sizə bir ev tapşırığı kimi verirəm. Belə maraqlı məsələlər informatika hazırlığında addım-addım öyrədirəm. Sən də qoşul, Python və proqramlaşdırmanı asanlıqla öyrən.